Bəli, mən də sənin kimi situasiya suallarından çətinlik çəkirdim və 30 gün boyunca kimya və fizika fənnindən hər gün azı bir situasiya işləmək qərarını aldım və bu meydan oxumaya başladım. 30 gün boyunca fizika və kimya bölməsindən günə bir situasiya sualı işlədim və nəticələrim də bir o qədər gözəl oldu. Bu videoda 30 gün boyunca fizika və kimya situasiya işləmənin faydaları, sənə qatacaqları və necə bir müddət olduğu haqqında danışacağam. Çox faydalı bir müddət oldu və hər birinizə də tövsiyə edirəm. Kanalıma xoş gəldin. İlk öncə situasiyalara başlamamdakı səbəbi danışmaq istəyirəm. Situasiyalara başlamamdakı ən əsas səbəblərdən biri mənim situasiya suallarından qorxmağım idi. Situasiya sualları bir o qədər böyük və bir-biri ilə əlaqəli suallar olduğuna görə bir sualın səhv yazılması digər sualların da səhv yazılmağına bərabər idi. Həm də bir situasiya sualının qiyməti 3 normal sualın balı qədər qiymət verirdi və bu da mənim işimi kifayət qədər çətinləşdirirdi. Həm də indiyə qədər mən kimya bölməsindən və fizika bölməsindən kifayət qədər çoxlu situasiya işləmədiyimə görə bu mövzuda müəyyən addımlar atmağa qərara aldım və kimya və fizika situasiya yolculuğum da bununla bərabər başladı. Sistemi necə qurdum? Sistem çox sadə idi, çox lakonik və çox asan idi. Günə bir fizika və günə bir kimya situasiyası yazacaqdım. Başladım situasiya biri işləməyə və gün bir bitdikdə sadəcə gündə birini işləyirdim. Plus qoydum. Keçdim kimyanı işlədim. Kimyanı işlədikdən sonra kimyanın yanına plus qoydum. Beləliklə gündə 10 dəqiqə ərzində 2 bölmənin situasiyasını işləyə bilirdim. Və bu mənə həm motivasiya verdi, həm də daha da ruhlandırdı ki, digər günlərdə də situasiya suallarımı işləməyə davam edim. Sistemi qurmağımdakı rahat səbəblərdən biri də müddətin çox qısa olması idi. Yəni 2 situasiya sualı sizdən heç 10 dəqiqə vaxt da tələb etmir. Ancaq faydaları 10 dəqiqənin üstündədir. Bu 30 günlük müddətdə nələr öyrəndiyimi soruşsanız, bir çox şeylər öyrəndim. İlk öncə situasiyalardan qorxmamaq. Artıq situasiyalar, necə desəm, loru dildə desəm, bacı və qardaşlarıma çevrildi. Onları artıq çox yaxşı tanıyıram, nə tipdə situasiya düşəcəklərini az-çox təxmin edə bilirəm. Bəzən situasiyalarda çox səhvim çıxırdı, hətta ilk başladığım situasiyaların hamısı səhv idi. Ancaq bu daha sonra 2 və 3 düzə qədər çıxdı. Bilmədiyim situasiyaları belə işləyirdim ki, ən azından bir sual daha düz çıxsa, o mənim qazancım, faydalı iş əmsalımdır. Hər tərəfli təkrar oldu. Bəli, situasiyalar işləməyin mənə hər tərəfli təkrar imkanı da sağladı. Bu imkan sayəsində mən oxuduğum, oxumadığım bütün mövzuları təkrar etdim. Məsələn, kimyadan karbon bölməsinin situasiyalarını işlədim, amma halbuki mən zülal dərsindəyəm. Və ya kimyadan qeyri-üzvi kimyanın suallarını işlədim, halbuki mən zülal dərsindəyəm kimi bir ifadə işlədirəm. Məsələn, fizikadan elektrik bölməsinə başlayacağam, ancaq mən getdim Arximedin situasiyalarını işlədim və bu sayədə də həm Arximedi təkrarlamış oldum, həm də günümüz mövzusuna davam edə bildim. Disiplin hissi. Bu 30 günlük situasiya müddətində kimsə yaxınlaşıb mənə situasiya işləyə bilərsən demədi. Və indiyə qədər də heç bir zaman toplumun arxasındakı situasiyaları işləməyi yoxlamamışdım. Bunu ilk dəfə özüm ilk əldən təcrübə etdim və müddətin də necə maraqlı olacağı mənə biraz maraqlı gəldi açıqcası. Ona görə də situasiyaları işləməyə başladım. Yeni bir alışqanlıq qazandım. Artıq hər gün mütəmadi olaraq gündə bir situasiya işləyir, biliklərimə bilik qatıram. Düzdür, arada sırada qonaqlığa falan gedirəm və o zamanlar situasiya işləməyə əlbəttə ki, çətin olur, ancaq əlimdən gəldiyi qədər gündə bir situasiya işləməyə çalışıram. Bu 30 günü başa vurdığıma görə də situasiyaları saxlayacağam, çünki artıq buraxılış imtahanımıza təqribən 2 ay qalıb. Bunun verdiyi digər bir fayda isə 2 test toplusu qədər təcrübə. Bir test toplusunda təqribən 26 və ya 27 dənə situasiya olur. Sən bu situasiyaları 30 gündə işləsən, əlbəttə bir test toplusunu bitirməyin qaçınılmazdır. Hətta mən ikinci hissədən də 3-5 situasiya işləyə bilmişdim. Bu sayədə birinci hissə fizika ilə birinci hissə kimyanın situasiyalarını tərtəmiz qutara bildim. Buraxılış imtahanından sonra isə digər 2 hissənin situasiyalarını da işləyəcəm. Bu mənə başqa verdiyi faydalardan biri də özündə bir şey əldə etmə hissi yarandı. Bu sayədə də biraz, necə desəm, özümün də bir şeylər bacara biləcəyimi, müəllimlərin deməyi olmadan, müəllimlərin tapşırığı olmadan da bir şeylər əldə edə biləcəyimi
və bu yolda da, imtahan yolunda da öz addımlarımı ata biləcəyimi müşahidə etdim ki, kifayət qədər gözəl bir hissdir və mənim də bu hiss çox xoşuma gəldi və hər bir abituriyentin də bu hissi dadmağını istəyirəm. Sən nə edə bilərsən? Məsələn, bu videoyu izləyirsən, birinci, ikinci və yaxud da üçüncü qrupsan, hətta keçdin beşinci qrupsan. Belə eləyə bilərsən. Məsələn, tarix, coğrafiya, ədəbiyyatdan gündə bir situasiya işlə. İlk başda çətin olacaq. Bəlkə hamısını da səhv yazacaqsan ilk başda. Mənim yazdığım kimi. Ancaq əminəm ki, 30 gündən sonra nəticələrini özün görəcəksən. Mən bu müddəti WhatsApp kanalımda başladığımı bildirmişdim və üzərindən bir ay keçdiyinə görə də bu mövzuda video çəkmək qərarını aldım. Hətta bu gün yanvar ayının təqribən 5-i 6-sıdır. Sən də indi başlayıb dekabr ayındakı təcrübələrini bizlərlə bölüşə bilərsən. Bir ay sonra səni burada gözləyəcəm. Əminəm faydalı bir video oldu. Həm algoritmaya, həm də mənə dəstək olmaq məqsədi ilə kanala abunə ola bilərsən. İzlədiyin üçün təşəkkür edirəm. Mənə görə çox maraqlı bir müddət idi, çox maraqlı bir meydan oxuma idi və mən bu meydan oxumayı sağ-salamat keçə bildim. Sənin də bu hissləri təcrübə eləməyini istəyirəm. Müəyyən situasiyalar işləməklə bağlı bir sualın olsa, şərhlər qismində verməkdən çəkinmə. Bütün şərhləri oxuyacağam. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol, salamat qal. Gələcək videolarda görüşmək üzrə.